Herkese salam. Gəlin indi sizlə birlikdə bu əvəzliklərlə bağlı qaydanı yadımıza salaq və bu test tapşırığını yerinə yetirək. Qeyd edirəm ki, həmin bu test tapşırığı 11 illik buraxılış imtahanına aid dil qaydalarına aid suallardan biridir. Diqqətlə suala baxaq. Sualda deyir: cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Ümumiyyətlə bu suallar tez-tez buraxılış imtahanlarında bu tipli suallara rast gəlinir. TİMin vəsaitində də bu suallar kifayət qədər var. Və lakin bu sualları biz taparkən cümlənin intonasiyasına və o əvəzliklə verilən suala çox diqqət etməliyik. Gəlin bir variantları nəzərdən keçirək. Deyir, o məktubu vaxtında göndərsə, məsələ tez həll olunar. Hansı məktubu? O məktubu. İkinci variantda isə o məktubu vaxtında göndərsə, məsələ tez həll olunar. Kim? O. Burada görürük ki, demək ilə cavab variantımız da olacaqdır. A variantı, doğru cavab variantımız A variantıdır. Lakin niyə digər variantlar doğru deyil? Gəlin ona baxaq. O da düşüncələrini dəftərinə yazmağı xoşlayırdı. Burada görürük ki, o da sadəcə bir məqamda işlənib burada. Özündən sonra bağlayıcı gəlib və burada iki cürə düşünə bilmirik həmən o əvəzliyini. Sadəcə bir cürə düşünüb bir cürə sual verə bilirik. C variantında o şeir yazarkən sakit otağa keçərdi. Burada da o əvəzinə sadəcə bir sual verə bilirik. Kim şeir yazarkən sakit otağa keçərdi? O. Burada o kim sualına cavab verir və sadəcə bir cürə düşünülə bilər. Özündən sonra nəyə görə vergi qoyulmayıb desək, çünki şeir yazarkən burada özündən sonra fe'l bağlama tərkibi gəlib. O səbəbdən də ondan sonra vergül işarəsi qoyulmayıb. D variantında o meşəyə doğru qaçdım. Hansı meşəyə doğru? O meşəyə doğru qaçdım. Burada o'ya sadəcə bir sual verə bilirik. O da hansı sualıdır? İşarə əvəzliyi mövqeyində işlənmişdir. O meşəyə doğru qaçdım. Burada o'ya kim sualını verə bilmirik. Cümlənin məzmununa xələl gəlir. Yəni kim sualını verə bilmərik. Yalnız hansı sualını vermək daha doğrudur bu cümlə üçün. E variantına baxaq. O bizim Akiflə eyni fakültədə oxuyur. Kim? O. Kim oxuyur? O oxuyur. Burada o'ya da yalnız kim sualını verə bilirik. Hansı sualını verə bilmirik. İki cürə düşünə bilmirik. Yalnız doğru cavab variantı qalır. A. A'ya bir də baxaq. Deyir, o məktubu vaxtında göndərsə, məsələ tez həll olar. Hansı məktubu? O məktubu. O. Məktubu vaxtında göndərsə, məsələ tez həll olunar. O'yu bu zaman kim sualını veririk. Kim göndərsə, o. Hansı məktubu? O məktubu. O əvəzliyini burada iki cürə düşünə bilirik, iki cürə sual verə bilirik, vergül qoyula da bilər və qoyulmaya da bilər. Doğru cavab variantımız olacaqdır. Sadəcə A variantı.